Fenerbahçe'nin gənc İtalyalı məşqçisi Domenico Tedesco'nun Avropa Liqasındakı ilk rəqibi Xorvatiyanın Qarabağı olan Dinamo Zagreb'dir. Əbəs yerə Dinamo Zagreb'i Qarabağla müqayisə etmədim. Çünki son 20 ilin 18-də Dinamo Zagreb ölkə çempionu olub və çempion olmadığı iki mövsümdən biri məhz ötən mövsüm olub ki, indi komanda Avroliqanın qrup mərhələsinə birbaşa qatılıb. Siz kanala abunə olun, biz isə bu maçın detallı analiz videosuna keçək. Dinamo Zagreb'i yəqin ki, ötən mövsüm Çempionlar Liqasında da çox yaxşı xatırlayırsınız. Xatırlayın ki, ötən mövsüm Dinamo Zagreb'in Çempionlar Liqasındakı yolunda rəqiblərindən biri bizim Qarabağ idi. Qarabağı çox rahat şəkildə belə birbaş üstün olaraq iki oyunun həcminə görə 5-0 hesabı ilə darmadağın etdi. Həmin komandada çox dəyişiklik var. Məşqçidən tutmuş meydandakı futbolçulara qədər və biz başa düşməyə çalışacağıq ki, bu dəyişikliklərin Fenerbahçe üçün mümkün fəsadları, çətinlikləri nədən ibarət olacaq. Lakin buna keçməmişdən əvvəl bayaq dediyim tezisin davamını gətirək. Dinamo Zagreb kimi komandanın, necə ki Azərbaycanda Qarabağ və Almaniyada Bavariya Münxendir, bu komandanın ölkə çempionu olmaması üçün bu komandanın forması çox bərbad olmalıdır. Plus ikinci bir güc ortaya çıxmalıdır. Yəni bir növ 2020-21 Neftçisi və ya 2023-24 Bayer Leverkusen'i. Həmin rolu iki dəfə son 7 ildə uğurlu şəkildə Xorvatiyanın Neftçisi olan Hajduk Split yox, Rijeka yerinə yetirib və ötən mövsüm ən maraqlı çempionatlardan birinə şahid oldu. Belə ki, Dinamo Zagreb Rijeka ilə birlikdə 55 xal yığdı. Onlardan 2 xal geri qalan Hajduk Split ümumiyyətlə 3-cü yer tutdu və nəticədə Zirə ilə Konferans Liqasının birinci təsnimat mərhələsində qarşılaşdı. Xorvatiya çempionatının Azərbaycan çempionatı ilə daha bir oxşarlığı ondan ibarətdir ki, bizdə olduğu kimi onlarda da 4 dövrə var. Yəni komandalar bir-biri ilə 4 dəfə qarşılaşırlar və çempionluq qərarı, yəni kimin daha üstdə turnir cədvəlini bitirməsi qərarı məhz fərdi qarşılaşmalardan asılıdır. Burada Dinamo Zagreb 2 dəfə Rijeka ilə heç-heç etdi. Görüşlərin birini 2-0 hesabı ilə qalib gəldi, lakin sonda 4-0 hesabı ilə darmadağın olaraq xal bərabərliyinə malik olmasına baxmayaraq çempionatda ikinci yer tutdu və son 7 ildə birinci dəfə komanda ölkə çempionu ola bilmədi. Və bu Dinamo Zagrebin problemlərinin biri deyildi. Çünki Dinamo Zagreb ötən mövsüm ərzində 4 məşqçi dəyişib. Onların içində məşhur İtaliyalı müdafiəçi 2006-cı ildə qızıl topun sahibi olan Fabio Cannavaro da var idi. Lakin komandanın məncə çempionatda fundamental çempionluğunu itirdiyi dönəmdə hardasa mart-aprel ayında Cannavaro'nun rəhbərliyi ilə komanda 7 oyunda cəmi 2 qələbə qazandı və nəticədə Cannavaro ilə yollarını rəhbərlik ayırmaq qərarını verdi. Amma Dinamo Zagreb bütün bunlara rəğmən Çempionlar Liqasında olduqca maraqlı çıxış etdi. Belə ki, Zagreb 25-ci yer, o sərhədi yer var, 24-cü yer play-off'a qatılır, 25-ci yer isə mübarizəni kənarlaşdırır və orada da əslində şanssızlıqdan 25-ci yer tutdu. Çünki 24-cü yer tutan Brügge ilə hər ikisinin 11 xalı var idi, yəni 3 qələbə, 2 heç-heç, 3 məğlubiyyət var idi. Lakin Brüggenin top fərqi rəqibləri asan olduğuna görə -4 idi. Zagrebin isə top fərqi -7 idi və burada fundamental rol əlbəttə ki, Bavariyadan aldığı 2-9-luq darmadağın oynamışdı. Yəni əgər Zagreb ölkə çempionu olsaydı, biz bu ildə Zagrebi Çempionlar Liqasının qrup mərhələsində gözləyə bilərdik. Çünki komanda həddindən artıq güclüdür və o çempionlar yolunda bir növ ən favorit komandalardan biri olardı. Lakin reallıqdır və Zagreb Fenerbahçe'nin ilk turdakı rəqibidir. Gəlin başa düşməyə çalışaq ki, yay ərzində nələr dəyişdi və Fenerbahçe ilə Zagreb hansı taktika ilə və necə oynayacaq. İlk öncə Xorvatiyada ölkə içindən gələn cavan məşqçilərə trend var. Xatırlayırsınızsa, Zirə Hajduk videosunu edəndə biz demişdik ki, Hajdukun başına Gennaro Gattuso komandanı tərk edib İtalyan millisinə rəhbərlik etdikdən sonra yerli çempionatda İsra ilə turnir cədvəlinin üst pilləsində ötən mövsüm başa çatdıqdan sonra Gonçalo Garcia təyin olunmuşdu. Burada da analoji addım atıldı. Ölkə çempionatında 4-cü yer tutmuş Slaven'in baş məşqçisi Mario Kovačević komandaya baş məşqçi təyin olundu. Burada da məntiq eynidir. Ortabab bir komanda öz başından yuxarı tullanır, hər hansı bir ciddi rəqabət göstərmir, çempionluq uğrunda ya çempionluq yarışı ümumiyyətlə qatılmır, lakin müasir, aqressiv, vertikal futbol oynayır. Kovačević komandaya təqdim olunanda hətta slogan bundan ibarət idi ki, biz komandaya dəbdə olan müasir futbolu bir növ yeritməyə çalışacaq. Və Dinamo Zagreb üçün Qarabağda olduğu kimi ölkə çempionu olmaq adi bir haldır, normal, standart bir həyat tərzidir. Lakin çempion olmayanda bu komandanın qüruruna bir növ sillədi. Ona görə buna qarşı tədbir görmək üçün Zagreb bu mövsüm çox ciddi şəkildə güclənib. Əlbəttə ki, komandanın transfer etdiyi oyunçulardan mən bir neçəsinin adını çəkə bilərəm. Fenerbahçalıların da çox yaxşı yadında saxlayacağı və tanıdıqları Zayt
8-10 nömrə mövqeyində transfer olunub. Bundan başqa ən ulduz transfer Milandan İsmail Benasserdir. İsmail Benasser double pivotda 6 nömrə mövqeyində oynayır. Bunlardan əlavə həmin o double pivotun box-to-box versiyası, yəni cərimə meydançasına Granadadan alınmış Villardır. Üstəlik komanda hücum xəttini əsaslı şəkildə yeniləyib. Dion Belio və Bekrar komandaya transfer olunublar. Belio və bəzən onu Berjo deyirlər. O komandanın əsas hücumçusudur və artıq bu mövsüm bir neçə dəfə fərqlənməyə macal tapıb və biz indi gəlin başa düşməyə çalışaq ki, Dinamo Zagreb yeni baş məşqçisi ilə müasir dəbdəbəli futbol nəyə deyir və necə oynamağa çalışır. Biz bu videonu çəkəndə Dinamo Zagreb hələ ki cəmi bir oyunda ölkə çempionatında Varazillə 2-2 bərabərə qalıb. Bütün qalan oyunlarında çox inamlı şəkildə qələbə ilə bitirib. Yəni komandanın ötən mövsüm ən böyük problemi ondan ibarət idi ki, Zagreb özünə məxsus olmayan dərəcədə çox asanlıqla qol buraxırdı. Komanda ölkə çempionatında 41 qol buraxmışdı. Bu da Dinamo Zagreb üçün anormal bir rəqəm idi. Çempionlar Liqasında həmin o bədbəxt Bavariya oyunu var idi, hansında ki Bavariya 9 qol vurmuşdu Dinamo Zagrebə. Yəni Bavariya mümkün uduzmaq qəbahətli deyil, amma 9 qol buraxmaq istənilən komandadan biraz yəni anormaldır və həmin o 9 qol buraxmaq, yəni həmin tezi təkrar edək deyim ki, 24-cü yerdən Dinamo Zagrebə məhrum elədi. Ona görə də Kovačeviçin əsas ən ümdə məqsədi ondan ibarət idi ki, komandanı müdafiədə daha etibarlı eləsin və xatırlayırsınız da biz dəfələrlə videolarımızda deyirdik ki, komanda öz oyununu cilalamağa başlayanda, oyununu otuzdurmağa başlayanda ən son oyunun oturan elementi, əgər əlbəttə ki, komanda avtobus parkovka etmirsə, bu məhz müdafiə keşididir. Çünki əvvəlcə komanda build-up'ı qurur, sonra komanda necə cinah overloadlarını eləyəcək, onun üzərində məşq eləyir, onu hazırlayır, sonra 9 nömrənin funksionallığı var, paralelləşdir və ən son, əks hücumlar var əlbəttə ki, və ən sonda hücumdan müdafiəyə keçid futboludur ki, bu həm də dominant komanda üçün ən çətin ünsürdür. Çünki etiraf edək ki, Dinamo Zagreb o qədər güclü komandadır ki, ölkə çempionatının bir növ Qarabağıdır və bu komandaya qarşı hər kəs, hətta ötənki çempion Rijeka belə avtobus parkovka edir və avtobus parkovka etməyən situasiyalar ancaq Avropada olur və Avropadakı komanda özündən daha güclü klublar tərəfindən test olunduğuna görə qeyri-tanış şəraitlərdə adətən komanda çətinliklər yaşayır və bizim fikrimizcə də indi biz komandanın zəifliklərindən danışanda bunu vurğulayacaq daha detallı şəkildə. Fenerbahçe bu elementdən öz xeyrinə istifadə edib Dinamo Zagrebə qarşı müsbət nəticə əldə edəcək. Klassik formasiya 4-2-3-1-dir. Əlbəttə ki, hücum komanda quranda bu bir qədər dəyişir. Belə ki, dayaq yarım müdafiəçiləri öz yerində qalır, lakin cinah müdafiəçilərin biri bu hücum cinahından asılıdır. Cinah müdafiəçilərindən biri, baxın, bu taktika ilə dayaq müdafiəçi ayrılır və cinah müdafiəçilərindən biri hücumdan asılı olaraq müdafiəyə düşür və mərkəz müdafiəçisinə çevrilir. Bəzi hallarda bu situasiya tam dəyişir. Hər iki cinah müdafiəçisi hücuma keçir. Onların yerini bir dayağı müdafiəçi tutur, mərkəz müdafiəçi yerində. O biri mövqe isə 8 nömrələrdən biri aşağı düşür və 3-2-5'lik bir taktika yaradır. Burada çox önəmli futbolçulardan biri Music'dir. Belə ki, Music metronom rolunu oynayır və mərkəz müdafiəçinin üstündə qalaraq bir növ onları sığortalayır və birinci pasları məsuliyyət daşıyır. Amma ən maraqlı futbolçusu əlbəttə ki, komandanın bizim fikrimizcə hələ ki mövsüm əvvəli Lubicic-dir. Çünki Lubicic bir tərəfdən dayaq yarım müdafiəçisi kimi oynaya bilir, digər tərəfdən sağ cinah yarım müdafiəçisi kimi oynaya bilir. Əgər 4-2-3-1-dirsə, mən də bunun sizə aydın olması üçün gəlin ana taktikaya qayıdaq. Bəli, Lubicic əgər 4-2-3-1 taktikasıyla komanda oynayırsa, o zaman sağ cinah yarım müdafiəçisi funksiyasını yerinə yetirir, double pivotda oynayır. Hələ ki Villar və ya İbrahim Benassarın heç biri komandaya tam inteqrasiya olunmayıb. Kovačeviçin öz sözlərinə görə necə ki Qurban Qurbanov Qarabağın yeni transferlərini komandaya inteqrasiya etməyə tələsmir, analoji olaraq da uzun müddətli plan quran Kovačeviç hələ ki onları komandaya qatmır. Çünki hər iki futbolçu yeni transferlər heç bir fiziki cəhətdən kifayət qədər yaxşı formada deyil və onları hətta Xorvatiya çempionatı standartlarında belə sınamaq istəmir. İkinci tərəfdən əgər komanda Fenerbahçe ilə Zagrebin bu ehtimalı böyükdür, rəqib orta sahədə Dinamo Zagrebi sıxmaq ehtimalına malik olacağı təqdirdə 4-1-4-1 taktikası ilə oynayır. Yəni argumentin rahatlığı üçün gəlin 4-1-i başa düşməyə çalışaq. 4-1-in özəlliyi budur ki, burada cinah vingerləri yarım cinahlarda mövqe tuturlar və dayaq yarım müdafiəçilərin biri sağ cinah yarım müdafiəçisi olur, cinahda işləyir, o birisi sol cinahda oynayır. Lubicic burada oynayır.
çox vacib oyunçudur. Onu diqqət etmək lazımdır. Biz indi araşdıracağıq ki, Ljubičić komandaya necə maraqlı, qeyri-standart gedişlər ehtimalını verir. Bundan başqa fikir verməli oyunçu əlbəttə ki, sağ cinahda olan Lisitsadır. Lisitsanın çox ciddi sürəti var. O sürət hesabına götürür. Və əlbəttə ki, komandanın 9 nömrəsi Beliodur. Zirə Hayduk görüşündə xatırlayırsa biz Marko Livayan, əfsanəvi xorvat futbolçunu müzakirə edirdik. Hansı ki, Interdə parlamışdı 2010-larda və bizim komandaların qapısına qol da vurmuşdu. Belio hardaysa Marko Livayaya oxşayır. Yəni Belio bir növ bitirici 9 nömrə olsa da, eyni zamanda yalançı 9 nömrə funksiyasında rahat yerinə yetirə bilir. Yalançı 9 nömrə funksiyası nə deməkdir ki, Belio yuxarı qalxır, onun yerinə müvafiq olaraq cinah vingerləri düşür. Buna çox diqqət etmək lazımdır. Məncə Fenerbahçe ilə hardasa 2 nömrə oynamağa çalışa biləcək Dinamo Zagreb bu metoddan istifadə edə bilər. Lakin mövsümün əvvəlində Xorvatiya çempionatında komanda tamamilə dominant futbol oynadığından Belio klassik 9 nömrə, yəni cərimə meydançasında taran tipli orientir hücumçu funksiyasını yerinə yetirir. Müasir futbol deyəndə Kovačević nəyi nəzərdə tuturdu? Birinci olaraq komanda mövqe futbol oynayır, amma daha vertikal mövqe futbol oynayır. Daha vertikal mövqe futbolu ondan ibarətdir ki, yəni 3-2-5 topu hücuma mümkün qədər tez daşımaq üçün Dinamo Zagreb orta, uzun topları sevmir. Çünki Dinamo Zagreb uzun topları atmaq üzrə Xorvatiya çempionatında 7-ci sıradadır. Amma Dinamo Zagreb orta toplarla topu qabağa atmağa, mümkün qədər qabağa tez çatdırmağa çalışır və qabağa top çatdırıldıqdan sonra cinah overloadlarından istifadə edərək rəqibinin bir cinahına yüklənir ki, ya say bərabərliyi, ya say üstünlüyü yaratsın və buradan da əlbəttə ki, İngiliscə buna chance creation deyirik, gol epizodları yaratmağa başlasın. Misal üçün, gəlin bu epizoda baxaq. Baxın, bu epizodda 3 cinah futbolçusu, sağ cinah müdafiəçisi Valinčić, sağ cinah vingeri Lisitsa və həmin o dediyim sağ cinah double pivotu, yəni dayaq müdafiəçisi olan, əslində isə box to box oynayan Ljubičić link-up edirlər və bu epizoddan qol əmələ gəlir. Digər epizodda isə baxın, yenə də eyni situasiyada, analoji situasiyada yenə də bu üç futbolçu link-up edir və buradan da baxın, gördüyünüz bu epizod əmələ gəlir. Bu təkcə sağ cinahdan baş vermir, əsasən sağ cinahdan baş verir. Komandanın hücumunun hardasa 40% sağ cinahdandır. Bəzən isə sol cinahdandır. Yəni hər iki cinah müdafiəçisi kifayət qədər hücuma aktiv şəkildə qoşulurlar və hər ikisi cinahları işləyirlər. Yəni həmişə bir şey yadınızda saxlayın ki, futbolçunun ustalığının böyüklüyü, möhtəşəmliyi ondan ibarətdir ki, həmin futbolçu yarım cinahlarda yaxşı işləyə bilsin. Cinah müdafiəçilərinin funksionallığının 50%, bəlkə daha çoxu müdafiədə komandaya kömək eləmək olduğuna görə kifayət qədər onlar hücumda vaxt keçirmir. Ona görə biz hətta elitar cinah müdafiəçilərindən, məsələn, Fulham'ın Anthony Robinsonunu görürük ki, adam ancaq paravoz kimi kənar xətti işləyir. Mən həmin o elitar cinah müdafiəçisi deyəndə, məsələn, Trent Arnold-Alexander göstərə bilərəm ki, hansı ki, həm ən cinahda, həm də ki, yarım cinahda kifayət qədər elitar səviyyədə fəaliyyət göstərir və qol epizodları yaradır. Burada məsələn gördüyümüz bu epizodda bu dəfə sol cinah 7 nömrəli futbolçu, hansı ki, komanda 10 nömrəsidir Stojković, cinah müdafiəçisi, sol cinah müdafiəçisi Goda və sol winger Vidović üçü birlikdə kombinə edirlər və bu kombinə etməkdən komanda penalti qazanır, hansı ki, realizə edəcək. Daha bir maraqlı özəlliklərindən biri, bunu Kovačević özünün arzusu olduğunu deyir. Arsenal bu mövsümü Zubimendini transfer etdikdən sonra artıq yarım müdafiə mövqeyi, yəni 3 futbolçu var yarım müdafiədə, 6 nömrə Zubimendi, 6-8 Rice, 8-10 Odegaard və onların hər üçü oyunda rotasiya edir. Və bu arzusu Kovačevićin komandanın orta sahəsində var, amma biz Fenerbahçe ilə oyunda bu eksperimentə getməyəcəyini düşünürük. Çünki Fenerbahçe ilə oyunda əgər 4-1-4-1 olacaqsa, dayaq yarım müdafiəçisi öz mövqeyində qalacaq və həmin vaxtda İsmail Benacer də kifayət qədər formada olacaq ki, komandaya kömək eləsin. Lakin bu Zagrebin getdiyi istiqamətlərdən biridir. Fenerbahçe ilə bu nə qədər, xüsusilə öndə olan futbolçular rotasiya eləməyə çalışa bilərlər, Benfica'da olduğu kimi. Amma arxada əgər 4-1-4-1 olacaqsa, bu riskə gedəcəyini Kovačevićin düşünmürük. 4-2-3-1-də dediyimiz kimi Ljubičić zaten sağ cinahdan kifayət qədər hücuma qoşulur. O qoşulduqda hücuma onu kimsə kompensasiya edir. Amma genel olaraq wingerlər öz mövqelərində qalırlar. Lakin 10 nömrə ilə Ljubičićin bir-birindən mövqe dəyişməsi və Ljubičićin cərimə meydançasına girib xaos yaratmaq ehtimalı çox böyükdür. Yəni bunu dəfələrlə edir. Çox güman Fenerbahçe ilə oyunda bu mənada istisna olmayacaq. Məsələn, Ljubičićin nə qədər intellektual futbolçu olduğunu görmək üçün gəlin baxın bu epizoda baxaq. Birinci olaraq
Ljubičić topu çox gözəl manevrlə rəqibindən sıyrılır. Rəqibini keçdikdən sonra pasını atır və baxın bu epizodda Ljubičićin hərəkətinə. Adam sona qədər içəri girərək gol epizodu yaradır. Daha bir başqa keyfiyyət isə Dinamo Zagreb əlbəttə ki, dominant komanda olduğu üçün, məsələn bu epizodda gördüyümüz kimi yüksək pressingdən topu qazanmağa meyl edir. Yəni komandanın özəlliyi ondan ibarətdir ki, komanda mid blokla, orta blokla müdafiə olmağa çalışır. Orta blokla oynadığında burada adətən 4-4-2 taktikasına qapıya oturur və eyni zamanda topu itirən kimi, özü Fenerbahçe statusu bir rəqiblə necə olacaq? Topu itirən kimi aqressiv şəkildə topu almağa cəhd edəcək. Əgər bu cəhd alınmırsa, komanda artıq həmin o ikili divara oturur. Məsələn, bu epizoda baxın. Bu epizodda gördüyümüz kimi yüksək pressinglə topu alır və demək olar ki, qolu vurur. Lakin gəlin Zagrebin problemlərindən danışaq. Zagrebin ən böyük problemi hələ bizim əvvəldə dediyimiz kimi komandanın həddindən artıq, İngiliscə buna leaky defense deyirlər, yəni axan, su buraxan müdafiəsi var. Müdafiə ötən mövsümdən etibarən təzyiqə həssasdır və təzyiq altında həddindən artıq çox tez parçalanır və maraqlıdır ki, Kovačević və komanda rəhbərliyi bu mövsüm bu problemi həll etmək üçün mərkəz müdafiəçilərindən daha çox dayaq yerə müdafiəçiləri transferi ilə məşğul olub ki, və plus formasiya ilə eksperiment edir ki, mümkün qədər müdafiəyə orta sahədən dəstək versin. Əslində bu da məntiqi bir gedişdir, çünki müdafiə öz-özlüyündə heç vaxt statik olaraq zəif ola bilmir. Müdafiənin ən böyük problemi həmişə orta sahədən kifayət qədər geriyə vaxtında dönüş olmadıqda və ya orta sahədə duellərin say hesabı və ya keyfiyyət cəhətdən ucuzluğundan əmələ gəlir. Ümumiyyətlə, müdafiəçilərin şəxsi müdafiə olmaq keyfiyyətlərinə suallar olmadığı halda adətən əlbəttə ki, sənin müdafiən o zaman təzyiqdə qalır ki, həmin bu 4-4-2 taktikasıyla müdafiə var, topsuz oynayan komanda. Həmin o birinci dördlük kifayət qədər yaxşı öz işini görmür. Lakin bu problem hələ indi də qalıb. Yəni ölkə çempionatında hər hansı bir çətinliyi olmadığına görə Zagreb yalnız Varazdinlə ciddi şəkildə testdən keçdi. Komanda Zagrebi kifayət qədər oyunun müəyyən kəsiklərində kifayət qədər təzyiq altında saxladı və təzyiq altında saxlayan kimi özü xüsusilə İngiliscə buna quick turnover, yəni topu tez alandan sonra Zagreb çox pis vəziyyətdə qalırdı və ötən ilki problemləri üzə çıxırdı. Baxın bu epizodda zəhmət olmasa baxın Varazdin ilk qolu necə vurur. Gördüyünüz kimi 4 müdafiəçi öz yerindədir, lakin onları yuxarıdan skrin və sığortalamalı olan dördlük ümumiyyətlə hər yerdədir, xaotik şəkildə dağılmış şəkildədir və bu da əlbəttə ki, komandanın qapısına təhlükəli epizodu və qolla nəticələnir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, baxın bir daha bu qola baxaq zəhmət olmasa, bu qolun asisti bir ara Sabayl və Sumqayıtda forma geymiş Rüfət Abdullazadədir. Daha bir epizod. Baxın bu epizodda da biz də görürük ki, komandanın müdafiəyə keçidi, yəni müdafiə transitioni problemlidir. Gördüyünüz kimi yenə də burada hamar 4-4-2 yoxdur. 4-4-2-nin ikiliyini qoyaq qırağa, amma 4-4 yoxdur və nəticədə hər şey qolla nəticələnir. Daha bir epizod isə Rijeka ilə maçlandı. Rijeka ötən ilki çempiondur, komandanın prinsipal rəqibidir. Həmin meydanda apreldə 4-0 hesabı ilə darmadağın olmuşdu. Lakin bu maçı 2-0 qazanmağına baxmayaraq, baxın bu epizod absurd epizoddur. Çünki Rijeka futbolçuları 2 dəfə qapı dirəyinə vururlar topu. Sadəcə Zagrebin bəxti gətirir ki, bu epizodda qol buraxmır və qol buraxmamaqla da Rijekanı oyuna qaytarmamış olur. Burada da gördüyümüz kimi müdafiə dördlüyü yerindədir. Problem yenə də müdafiədə yox. O iki divar, ikinci divar, nə bilim, Allah kərimdir. Yəni burada heç nə yoxdur və nəticədə demək olar ki, komanda qol buraxmalı bir epizod yaşayır qapısında və bu epizod Fenerbahçe ilə oyunda da fikrimizcə dəfələrlə təkrar olunacaq. Çünki Fenerbahçe belə boşluqları, belə keçid oyununda o sədlər arası boşluğu öz oyuncuların ustalığı sayəsində effektiv şəkildə eksploatasiya etməyi bacarmalıdır. Zagrebin daha bir problemi ondan ibarətdir ki, komanda kifayət qədər fiziki deyil. Yəni Fenerbahçe'nin da nə qədər orta sahə oyuncularının fiziki olduğunu nəzərə alsaq, hətta Sofyan Amrabat və Fredin hər ikisinin həm sürəti, həm intensiv pressingi məncə Zagrebdə kifayət qədər Zagrebin orta sahəsində səhvlərə gətirib çıxaracaq. Ölkə çempionatında Zagreb 12.8 foul edir oyuna və adətən Pep Guardiola adlı foullardan qaçır. Pep Guardiola adlı foullar nədir? Məsələn, komanda hücum fazasında olanda əgər top itirirsə, rəqib təhlükəli hücuma çıxmasın, əks hücuma çıxmasın deyə həmən foul edir. Bu foullardan komanda qaçır. Bu Fenerbahçe ilə oyunda tam fərqli ola bilər. Çünki Fenerbahçe ilə məsələn ötən mövsüm Dinamo Zagreb bu fəndən aktiv şəkildə istifadə edirdi Çempionlar Liqasında və kifayət qədər də sarı vərəqələr buna görə yığırdı. Biz Fenerbahçe ilə oyunda da bunu gözləyirik. Lakin bizim gözlədiyimiz daha bir faktor, bayaqki dediyim kimi, əgər Fenerbahçe fiziki cəhətdən komandaya bassa, Dinamo Zagreb bu təzyiqə dözməyəcək. İkinci bir məqam əlbəttə ki, Dinamo Zagreb build-up edərkən əgər yavaş-yavaş qısa paslarla çıxmağa çalışsa, Fenerbahçe oyuncularının həmin fazada Zagrebi sıxmağı çox önəmlidir. Komandanın neçə hücumçu ilə meydana çıxması da daha bir maraqlı faktordur. Çünki əgər Fenerbahçe 3-4-1-2 taktikasıyla oyuna çıxarsa, bu zaman 2 mərkəz müdafiəçisinə qarşı Fenerbahçe'nin 2 hücumçusu olacaq. Bu məcbur edəcək ki, dayaq müdafiəçilərdən biri
aşağı düşsün. Əgər bu baş verərsə, o deməkdir ki, Ljubičić özünün o box-to-box girişlərindən məhrum olacaq. Çünki o dayaq yarım dəfəsi düşməli olacaq və bu bir növ silsilə olaraq komandanın mövqe futboluna mane olacaq. Digər tərəfdən isə komandanın sağ cinah müdafiəçisi Valenčić birə-birlərdə yaxşı deyil. Məsələn, Fenerbahçe sol cinahdan bunu da eksploatasiya etməyə, yoxlamağa çalışa bilər. Ümumilikdə biz olduqca belə qızğın, gözəl bir oyun gözləyirik, bərabər səviyyəli döyüş gözləyirik. Amma bu döyüşdə Fenerbahçe birmənalı şəkildə olmasa da azca belə 60-ın 40-a favoritdir. Çünki Fenerbahçe'nin heyəti Dinamo Zagreb'dən daha yaxşıdır və Fenerbahçe artıq 2 dəfə Feyenoord, 2 dəfə də Benfica ilə daha üst səviyyəli komanda ilə analoji testdən keçib. Amma Dinamo Zagreb yeni məşqçisi ilə hələ belə səviyyəli rəqib tərəfindən test olunmayıb. Düzdür, Fenerbahçe'nin da yeni baş məşqçisi var və bu ilk oyunlarından biri olacaq. Bu da Domenico Tedesco'nu məcbur edə bilər ki, bir qədər eksperimentlərdən uzaqlaşaraq mühafizəkar oynasın. Amma əgər Fenerbahçe oyunu bura daşıya bilsə, Dinamo Zagreb'in o müdafiə olunanda 4-4-2-də o 4-ün olmamağından istifadə edərək ya Dinamo Zagreb'in qapısına kifayət qədər ciddi epizodlar yarada bilər, ya da ki, başqa bir ssenaridə Dinamo Zagreb'i məcbur edə bilər ki, qapısında otursun. Bununla da Fenerbahçe öz qapısında olan təhlükəni ciddi şəkildə neytrallaşdıra bilər. Sonda, əziz Fenerbahçe azarkeşləri, mən əminəm ki, siz komandanın etdiyi transferlərdən sonra sadəcə olaraq 8-də finallı Avropa Liqasını gözləmirsiniz və həmin Fenerbahçe'nin belə deyək, zəfər yürüşü deyə bilərik, deməyə də bilərik. Amma uzaqlara gedən yolu Zagreb'də başlayır. Siz bu oyundan hansı nəticəni gözləyirsiniz? Sizin gözləntiləriniz nədir? Negativ Jose Mourinho'dan sonra hücum futbolu oynayan Tedesco'nun komandaya gəlişindən sonra, yoxsa fikirləşirsiniz ki, bu maçda heç-heçə də komandanı qane edəcək? Çünki günün sonunda çətin Xorvatiya səfərindən bir xal, qazanılmış bir xal olacaq. Odur ki, hamınızı şərhlərdə gözləyirəm. Gəlin dialoqa başlayaq və fikir mübadiləsi aparaq. Videonu bəyəndinizsə like edib kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.